Davamında daha bir şəhərə var Zaur bəy. Məncə problem məhçi və ya stadion problemi deyil. Afrikada, Braziliyada uşaqlar asfaltda, torpaqda futbol oynayırlar. Sadəcə bizim yerimizdə futbola bağlıq yoxdur. Bizimki güləş, bir də alverdi. Yox, Zaur bəy, bu fikirləri qəti yaxın buraxmıram. Çünki niyə? Biz Afrika və Braziliya ilə müqayisə olunmalı deyilik. Afrika, Braziliya bəli, genetik olaraq var. Braziliyalılar ümumiyyətlə danışmağa ehtiyac yoxdur, istedaddır. Afrikalılar da fiziki olaraq dünyada bütün bölgələrdən, ölkələrdən bir addım yox, 15 addım öndədirlər. Ən böyük üstünlükləri də odur. Onların da genində var. Biz müqayisə aparmalıyıq Özbəkistanla. Bizim kimi ölkələr futbolçu yetişdirmək üçün sistem qurmalıdır. Sistemli şəkildə futbola yanaşmalıdır. Bizim genimizdə futbol yoxdursa, Bakıda doğulan Anatoliy Banişevski niyə o səviyyəyə çıxmışdı? Maşallah Əhmədov olsun. Mənim də fikrim olacaq. Bəli, davam edərsən. Maşallah Əhmədovu, İskəndər Cavadovu, nə bilim, Nazim Süleymanovu, Yunus Hüseynovu, Vəli Qasımovu, son dönəmlər Vidadi Rzayev olsun. Yəni bu şəkildə futbolçular bizim ölkədə çıxıbsa, bu ölkənin suyunu içib, torpağında gəziblərsə, yeməyini yeyiblərsə, bu səviyyəyə çıxa biliblərsə, demək ki, bizim də genimizdə futbolun hansısa dərəcə etibarilə qanımızda var, genimizdə var. Sadəcə düzgün yanaşma, düzgün istiqamət, düzgün sistem olmalı ki, o futbolçuları biz qazandıra bilək. Buyurun. Sadəcə sənin dediyinlə bağlı Zaur idi də yazan, düzdür, Zaur Əskərov. Zaur qardaşın fikirləri ilə bağlı bir fikir bildirmək istəyirəm, xana oğlan. Bu barədə çox fikirləşmişəm mən, həqiqətən də. Niyə son illər bizdə belə problemlər var? Və ağlıma nə gəldi? Deməli, fikir verirsənsə, bizdə son dövrlər, belə deyək də, Azərbaycan futbolunda bəstəboy futbolçular çoxdur. Yəni, aşağı yaş qruplarından söhbət gedir. Əvvəllər o bəstəboy futbolçularda belə bir funksiya olurdu ki, məsəl üçün, onlar çox sürətli olurdular. Belə deyək də, heç nəyə olmasa da sürətləri var idi. Məsəl üçün, misal çəkə bilərik Zaur Ramazanov, çox sürətli idi, driblingi var idi, müdafiənin arxasına qaçırdı həmişə. Ondan sonra məsəl üçün... Tağızadə də o qədər hündür boy deyil. Zaur Tağızadə olsun. Vidadi Rzayevin özü. Söhbət, Vidadi Rzayev olsun. Balaca boy, bəstə boy olsalar da, səhti, sürətli, belə deyək də, topla həşir-nəşir, istədiyini eləyə bilən. Fikir verirəm, son vaxtlar... Nazim Süleymanovun özü də balaca boy. Son vaxtlar bizdə bu çıxan uşaqlar var, əksəriyyəti bəstə boydur. Qardaş, nə sürəti var, nə topla davranışı yaxşı səviyyədədir. Nə bilim, nə tutalım ki, hər hansı bir sevilliyi, cəhdliyi var. Yəni, bəstəboy insanların əsasda futboldan söhbət gedir də, hər hansı bir özəlliyi olmalıdır ki, sən o özəlliyindən fərq yarada biləsən də. Bu son zamanlar çıxan uşaqlarda bu bəstəboy futbolçudan söhbət gedir də, onlar belə yoxdur, belə çox maraqlıdır. Nə sürəti var, nə cəhdliyi var, nə topla davranışı istənilən səviyyədədir. Yəni bunun səbəbi nədir? Çox belə mənim üçün də müəmmalıdır.